bugünkü vəziyyətdə alıcı demək olar ki, yoxdur. Məhsul da gördüyünüz kimi çürüyüb yerə tökülür. Bunun sonu nə ilə bitəcək özümüz də bilmirik. Yəni tamamilə məhva doğru gedir. Bunun sonu ancaq belə deyək də, ziyana gedirik biz. Belə deyək, 5000, 6000 mən hər mövsümdə xərc çəkirəm. Gübrəsi, dərmanı, işçi qüvvəsi. Bu onu mən sata bilməsəm də əlbəttə ki, ziyandayam. Astaranın kivi bağlarında bu il yüksək məhsuldarlıq fermerləri sevindirsə də, yığım mövsümündə satışdakı durğunluq onları çətin vəziyyətə salıb. Bəzi hallarda adətən yay mövsümündən satışı planlaşdırılan kivi bu dəfə bağlarda qalıb. Yığım aparılmadığı üçün kivi məhsulu yerə tökülərək yararsız hala düşür. Rəşad Həsənov, bu kivi bağının sahibiyəm. Məhsulumuz boldur. Mövsüm artıq başa çatmaq üzrədir. Alıcı cəhətdən əziyyət çəkirik. Ümumiyyətlə, bugünkü vəziyyətdə alıcı demək olar ki, yoxdur. Məhsul da gördüyünüz kimi çürüyüb yerə tökülür. Bunun sonu nə ilə bitəcək özümüz də bilmirik. Yəni tamamilə məhva doğru gedir. Fermerlərin sözlərinə görə, ötən ilin eyni dövründə demək olar ki, bütün bağ sahibləri məhsullarının satışını yekunlaşdırmışdılar. Həm daxili, həm də xarici bazarlarda kiviyə tələbat olduğundan kiloqramı 3 manata təklif olunurdu. Bu mövsüm isə həm daxili, həm də xarici bazarlarda yerli məhsula tələbatın azalması mövcud vəziyyətə səbəb olub. Ötən illə bu ilin müqayisəsinə gələndə, ötən ilin bu vaxtında kivinin 1 kiloqramı 3 manata təklif olunurdu. Amma bugün biz konkret qiymət deyə bilmərik. Əgər alıcı olsa, alıcının istək və arzusuna uyğun olaraq biz ona məhsulu verməyə hazırıq. Məhsulumuz olduqca çoxdur, bağlar çoxdur burada. Alıcı ümumiyyətlə bugünkü vəziyyətlə əlaqədar bir nəfər də olsun alıcı yoxdur. Xarici məhsul bazarlara dolub. Onu deyim ki, cənub bölgəsində olan bütün sitrus meyvələri tam organikdir. Heç bir dərmandan istifadə olunmur. Xarici məhsullardan fərqli olaraq, xarici məhsullar bazarlarımızda həddən artıq baha qiymətə satılır. Amma bizim məhsullara isə qiymət qoyan yoxdur. İstər yerli bazar olsun, istərsə də xarici bazar olsun. Ümumən bu günləri kivi ilə bağlı hər hansı bir alıcını görmək mümkün deyil. Biz yarmarkalara müraciət eləməmişik, çünki o bizə əl vermir. Buradan məhsul yığılsın, yüklənsin, aparılsın, qiymətə də getmirdi, onu aparmağa da dəyməz. Noyabrın sonundan etibarən artıq ağacların budanmasına başlanılacaq. Noyabrın sonundan budama başladığı üçün istər-istəməz biz bu məhsulu dərməliyik. Dərməsək də çürüyüb töküləcək. Onu da uzun müddət saxlamaq mümkün deyil. Çünki saxlasaydı yanvara qədər saxlayarıq. Qaldıqca yumşalır, yumşalandan da sonra tamamilə məhv olur. Keçən illəri Rusiya bazarlarına da getdi. Bu ildə avqust ayında xarici bazarlara müəyyən qədər məhsul getdi. Avqustdan sonra məhsulun satışı tam olaraq dayandırılır. Qarizioğlu, Sərayın Maşın kəndi. Yığım mövsümü demək olar ki, avqust ayından başlayıb. Yığım da çox zəifdir, belə deyək. Alıcı yox. Qiymət də çox aşağıdır. Ona da ki, səbəb, belə deyək də, Azərbaycan xarici ölkələrdən daxil olan məhsullardır. Bəli, biz öz məhsulumuzu sata bilmirik. Gördüyümüz kimi məhsul da bağda qalıb. Heç bir satış eləyə bilməmişik. Bunun sonu ancaq belə deyək də, ziyana gedirik biz. Belə deyək, 5000, 6000 mən hər mövsümdə xərc çəkirəm. Gübrəsi, dərmanı, işçi qüvvəsi. Bu onu mən sata bilməsəm də əlbəttə ki, ziyandayam. Ötən ilin cari dövründə bəli, bugünə nisbətən belə idi. Qiymət 3 manat civarında idi. Hətta bu vaxtda bağda məhsul qalmamışdı. Tam satış eləmişdik. Amma bu iki vəziyyət ürəkaçan deyil heç də. Saxlasaz bunu maksimum nə vaxta qədər qala bilər? Maksimum mən bunu saxlaya bilərəm dekabrın ortasına kimi. Çünki ondan sonra budama işləri gedir. Məcburi mən məhsulu dərib atmalıyam ki, növbəti mövsüm üçün meyvə ağaclarını tam hazır vəziyyətə gətirmək üçün. Yəni bildiyimiz o bağlar, tanıdığım bağlar ki var, böyük bağlar, onlar heç bir satış eləməyib, məhsul olduğu kimi ağaclarda qalıb. Eyni ilə məndə olan vəziyyət onlarda da elədir. Fermerlər arasında satış kooperativlərinin yaradılması da məhsulun bazarlara çıxarılmasında yeni imkanlar aça bilər. Yine tatlıydı o.
Bundan bir kaset.